cənab prezident, mən biraz xəstəyəm, qısanla bağışdan bu. Dedi, ay, yoxdur. Sonra mənə qayıtdı ki, Rasim müəllim, sən Jivoy Nəsimisən daha sən. Bu heykəl necədir? Belə mən də baxdım. Bu rəssamlar da, bu Fərhad Xəlilovun rəssamlarıdır. Bunu heykəltaraşları düzəldirlər bunu. İndi prezidentin razılığın gözləyirlər ki, bunlar qanararı alsınlar. Pul alsınlar. Bu, məsələn, desək ki, pisdir, batdı da bunlar. Desək ki, yaxşıdır, artıq gedib pullarını ala bilərlər. Dedim ki, cənab prezident, çox yaxşıdır, amma deyəndə belə baxdım, gördüm, bunlar ağardı. Nə ammayı. Dedim ki, valla, belə bir söz, onu fikirləşmədim, o Allah göndərdi. Dedim ki, cənab prezident, film zətdə çəkilmir, elə yaxşı pul versələr mənə, səhər gəlib duraram burada, axşama kimi.